Hər vaxtınız xeyir. Həyatda hər bir kəs daim yol gedir. Ömür qatarının yollarıdır bu. Hər kəsin öz yolu, öz mənzili var. Kimisi tez düşür, kimi yol gedir. Gedilən yol rahat olsa yaxşıdır. Çünki hər kəs gedəcəkdir bu yolu. Kəndimizin yolu olubdur bərbad. Getmək üçün çəkməliyik əziyyət. İsrafil Məmmədovda olan kəndi, qonaqlar istəsə etmək ziyarət, bu mütləqdir. Çəkməlidir əziyyət. Başda oturanlar görürmü bunu? Unutdularmı qəhrəman oğlunu? Sovetin vaxtında qoyulan asfalt indi dağılıbdır, olubdur bərbad. Bunlara nə qədər laqeyd baxaq? Düzəltmək üçün Soveti mi çağıraq? Kimsə eşidəcək yəqin bu səsi, gözləyək, olurmu bir nəticəsi? Firafilin əlində bir imkan olsa, yəqin bir iş görərdi. O da belə susub yatmazdı yuxuda. Yol elin yoludur, hamı gedəcək. Yeni yol arzusu nə vaxt bitəcək? Arzularla yaşayırıq hələ biz. Yolları yenidən tikəcəksiniz. Yəqin bir gün görəcəyik bunları. Siz boş yerə xərcləməyin pulları. El üçün nə etsəz yadda qalacaq, daim el də sizi yada salacaq.